Riyaziyyatın 100'dür. Təxmin elə gör nə qədər yığımsan. Bir dəqiqə eləyirəm. Amma bir şey deyim, çox üzrəsin. Hayır. Nə qədər yığımsan? Heç yaxın deyil, çox uzaqdır. Bizdən uzaqdır. Çox. Heç çox uzaqdır deyirəm. Hətta 20 bala. 290. Buraxılış imtahanlarında 300 bal toplayan 11-ci sinif şagirdi Şəhanə Abbasova da harda ali təhsil almaq istədiyini açıqlayıb. O bildirib ki, ixtisas seçimi zamanı Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasını seçəcək. 300 yığımsan. Güzel qıcaqlayım. Təbrik edirəm. İnşallah birisində 400 yığarsan olacaq. Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib. Uğurunu Azərtacla bölüşən Sona deyir ki, bu uğurun arxasında yorulmadan fasiləsiz çalışmaq və məqsədə sadiqlik dayanır. Gecə-gündüz yatmırdım, oxuyurdum, əzmlə çalışırdım və bugün bu əziyyətimin nəticəsini görmək məni çox sevindirir. Məktəbli qeyd edib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb. Mənim üçün çətin fən olmayıb, dərslərə hər gün gedirdim. Məktəbdə verilən biliklər mənə çox kömək etdi. Gələcək planlarından danışan Sona Azərbaycan Tibb Universitetini seçmək fikrində olduğunu deyib. Maksimal bal toplayanlardan biri də Şəmkir rayonu Kür qəsəbəsi Hacı Zeynalabdin Tağıyev adına tam orta məktəbin şagirdi Nəzrin Məmmədovadır. O, imtahanda maksimum 300 bal toplayıb. Nəzrin 5 yaşında məktəbə gedib xüsusi biliyi ilə seçilib. Onun bacısı Nuray Məmmədova isə 247 bal toplayaraq təhsil aldığı məktəbin 3-cüsü olub. Bacıların ikisi də Azərbaycan Tibb Universitetinin tibb ixtisasına qəbul olmaq üçün hazırlaşır.